Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, bir neçə gün bundan öncə qardaşlarımızdan biri bir sual göndərib. Sualda keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namazda təşəhhüd oxuyarkən özünün Peyğəmbər olduğunu bildirməsi bu nəfsini təmizə çıxarmaq deyilmi? Yəni, bu özünü tərifləməkdirmi? Əgər belə deyilsə, bu məsələyə necə cavab vermək olar? Görünür ki, sualın sahibi, sualı yazan qardaş, görünür ki, yəni təşəhhüddə olan o duanı qəsd edir. Hansı ki, sizə də bəllidir, sizin də bildiyiniz dua. Allah Nəbisi sallallahu aleyhi və səlləm təşəhhüddə olarkən o duanı hansı ki, özü də oxuyurdu, bizə də öyrətmişdi ki, Allahım, İbrahimə və İbrahimin ailəsinə xeyir dua verdiyin kimi, Muhammedə və Muhammedin ailəsinə də xeyir dua ver. Yəqin ki, bunu qəsd edirlər. Çünki təşəhhüddə olunan dua budur. Bu sualın cavabına keçmədən öncə bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala bütün peyğəmbərləri və o cümlədən Muhammedi sallallahu aleyhi ve selləmi bütün insanların içərisindən seçib özünə nəbi etmişdir. Sallallahu aleyhi ve sellem. Bütün peyğəmbərlərə gəldikdə və yaxud bir qism peyğəmbərlər haqqında Allah-u Teala Quran-ı Kərimdə xəbər verir. Yəni bir neçəsinin adını çəkir. Lakin ümumilikdə Allah-u Teala şübhəsiz ki, peyğəmbərlərin hamısını seçmişdir. Allahın hamısına salam olsun. Bu xüsusda Uca Rabbimiz buyurur ki, İnna Allaha istafa Adəmə və Nuhan və ələ İbrahimə və ələ İmranə aləl aləmin. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi. Bu ayə Əl-İmran surəsində keçir. Bu ümumi olaraq bütün peyğəmbərlər haqqındadır. Bizim peyğəmbərə Muhammedə sallallahu aleyhi ve sellemə gəldikdə, necə ki İbn Məsud radiyallahu anh buyurur ki, Allah subhanahu wa ta'ala bütün qulların qəlblərinə baxıb və o qəlblərin içərisindən ən gözəl, ən təmiz, ən pak qəlb Muhammedin sallallahu aleyhi ve sellemin qəlbini seçib və ona peyğəmbərlik vermişdir. Sualın cavabına gəldikdə isə, hansı ki sualı dinlədiniz biraz bundan öncə, yəqin bilmək lazımdır ki, yəni şəriətlə bağlı olan məsələləri, hansı ki şəri məsələlərdir, yəni əhkamlar, halallar, haramlar, ibadətlər, bunların hamısı Allah tərəfindən vəhy olunur. Yəni Allah Nəbisi sallallahu aleyhi ve sellem heç bir ibadəti özündən etməyib. Hər bir ibadət nədir? Hər bir əhkam Allahın vəhisi ilə olur. Yəni Allah subhanahu wa ta'ala şəriətin sahibidir. Peyğəmbərə əmr edir sallallahu aleyhi ve sellemə. Peyğəmbər sallallahu aleyhi ve sellem də icra edir. Bu təşəhhüd ibadəti də bu ibadətlərdən biridir. Təşəhhüd ibadəti də bu ibadətlərdən biridir. Yəni Allah Nəbisi sallallahu aleyhi ve sellem özünün adı keçir deyə orada o duanı oxumayıb. Bu ona vəhy olunub ki, bu duanı oxusun. Bu Peyğəmbərin sallallahu aleyhi ve sellemin özünün seçimi deyil. Yəni burada Allah Nəbisi sallallahu aleyhi ve sellemin özünü tərifləmək məsələsindən söhbət gedə bilməz. Yəni nə yaxından, nə uzaqdan əlaqəsi yoxdur. Bunun əksi olaraq Allah Resulü sallallahu aleyhi ve sellem öz sahabələrinə həmişə belə deyərdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sahabələrinə buyurardı ki, məni xristiyanların Məryəm oğlu İsa'nı həddindən artıq təriflədikləri kimi tərifləməyin. Çünki mən sadəcə bir qulam. Fikir verirsiniz?
Elə isə Allahın qulu və elçisi deyin. Sallallahu aleyhi və səlləm. Yəni, Nasranilər, Xristiyanlar Məryəm oğlu İsa aleyhisselamı təriflədiyi kimi həddindən artıq təbiri doğrudursa, yəni ifrata vardıqları kimi tərifdə, siz də məni bu cür etməyin. Mən Allahın quluyam. Sizin kimi bir qulam, mən də. Sallallahu aleyhi və səlləm. Bunlar hamısı nəyi göstərir? Onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin təşəhhüddə etdiyi dua orada yaxından uzaqdan özünə tərifdən söhbət gedə bilməz. Bunu onun üçün Allah seçmişdir. Subhanahu və Teala. Bu saydıqlarıma dair sizlərə ən bariz, ən əzəmətli bir məsələni deyəcəm. İnşallah ki, ümid edirəm ki, bununla da tam fikrimi çatdırmış olacağım. Sual verilsə ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem azan veribmi, yoxsa yox? Kimsə bu dərsi eşidəndə, bu səsimi eşidəndə ola bilsin ki, deyəcək ki, bunun bu mövzuya nə əlaqəsi var? Nə adiyyəti var? Görəcəksiniz ki, biraz bundan sonra bunun elə bu mövzuyla əlaqəsi var imiş. Cavab olaraq deyirik ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem azan verməyib. Azan verməyib. Azan verməməyinin səbəbi nədir? Hansı sirlər var orada? Elm əhli bu məsələ ilə bağlı 3 məsələni zikr edir. Yəni azan verilməməsi haqqında, hansı ki azan verilməməsi haqqında bununla bağlı 3 məsələni elm əhli zikr edirlər. Cavablardan biri Peyğəmbərimiz sallallahu aleyhi ve sellem azan veribmi, verməyibmi? Cavab olaraq xeyr, verməyib. Yaxşı, niyə görə verməyib? Cavablardan ən birinci odur ki, azanın dualarının içərisində Əşhədu ənə Muhammədən Rasulullah keçir. Bilirsiniz orada Əşhədu ənə Muhammədən Rasulullah keçir. Siz deməyin, elə buna görə Allah Resulü sallallahu aleyhi ve sellem azan verməyib ki, ora çatanda Əşhədu ənə Muhammədən Rasulullah kəlməsinə, cümləsinə çatanda orada özünün nəfsini izhar etmiş olmasın ki, nədir? Mən Allahın Rasuluyam. Sallallahu aleyhi ve sellem. Fikir verirsiniz, haradaki tərif məqamı var, oradan uzaq durub. Salavatullah aleyhi ve sellem. Bu birinci məsələ. Bu birinci cavab. İkinci cavaba gəldikdə, azanın sözlərində görürük ki, Hayya aləs-salə, Hayya aləl-fələh var. Namaza çağırış var. Namaza çağırış var, elə deyilmi? Allah Nəbisi sallallahu aleyhi ve sellem azanı versəydi, insanları namaza çağırsaydı, ola bilsin ki, insanlardan hər hansı biri namaza gəlməsəydi, o insanlar nədir? O insanlar Allah qorusun həlak olardılar. O insanlar həlak olardılar. Niyə görə? Ona görə ki, Allah Resulü sallallahu aleyhi ve sellemə istəcəbə etmək, cavab vermək çağırışına vacibdir. Daha doğrusu Allahın əmridir. Uca Rəbbimiz bu xüsusda buyurur ki, Ya eyyuhəllədinə əmənu istəcibu lillahi və lirrasuli izə da'akum. Fikir verin. Ey iman gətirənlər, Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin çağırışına cavab verin. Fikir verdiniz. Ey iman gətirənlər, Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin çağırışına cavab verin. Yadıma burada bir şey düştü. Subhanallah. Bir günləri sahabələrdən biri buyurur ki, bir günlər namaz qılırdım. Şübhəsiz ki, nafilə namazlarından söhbət gedir. Çünki fərz namazı olsaydı, Peyğəmbər də sallallahu aleyhi ve sellem orada olardı. Çünki Peyğəmbər namazları qıldırırdı. İmam Peyğəmbər idi sallallahu aleyhi ve sellem. Buyurur ki, mən nafilə namazlarından birini qılırdım. Allah Nəbisi sallallahu aleyhi ve sellem məni çağırdı. Mən cavab vermədim. Namazda fikirləşdim ki, namazdan sonra deyərəm ki, ey Allah Resulü namaz qılırdım. Belə də oldu. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, səni çağırdım. Deyir ki, ey Allah Resulü namaz qıldığım üçün sənə cavab verə bilmədim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sən eşitmədinmi ki, Allahın bu kəlamını, bu əmrini ki, Quran-ı Kərimdə oxumamısanmı? Eşitməmisənmi? Rast gəlməmisənmi? Bir mənada Allah subhanahu teala buyurur ki, Allah və Resulü sizi çağırdığı zaman ona cavab qaytarın. Fikir verin, hətta nafilə namazından belə çıxmalı idi o sahabə. Lakin bunu bilmirdi. Radiyallahu anhum. Ona görə barakallahu fikum, Allahın və Resulünün çağırışına cavab vermək
Allahın əmridir. Əslində bu mövzu haqqında çox danışmaq olar. Vaxtımızla əlaqəli qısa edirəm. Allah Resulü sallallahu aleyhi ve sellemə cavab vermək lazımdır. Yəni Allah Nəbisi sallallahu aleyhi ve sellem sağlığında və dünyasını dəyişəndən sonra sağlığında əmirlərinə, qadağalarına cavab vermək lazım idi. Hansı ki onun sahabələri, Allah onlardan razı olsun, nə cürünə ittiba edirdilər, nə cürünə ona tabi olurdular, cavab verirdilər. Dünyasını dəyişəndən sonra da sünnəsinə, onun Peyğəmbərin sallallahu aleyhi ve sellem gətirdiyi sünnəyə tabi olmaq, əməl etmək onu cavablandırmaq kimidir. Allah Teala bizləri Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olan qullarından etsin. Əmin. Sonra üçüncü məsələ, cavablardan üçüncüsü, Allah Nəbisi sallallahu aleyhi ve sellem azam vermiş olsaydı, yəni azam versəydi, ola bilsin ki insanlar arasında anlaşılmamazlıq olacaqdı. Niyə görə? Çünki azam verən adam deyir ki, əşhədu ənə Muhammedən Rasulullah. İnsanlar ola bilsin fikirləşəcəkdilər ki, başqa birisi var. Yəni iki nəfərdir Muhammed. Deyəcəklər ki, bəs Muhammed hanı? Yəni bir mənada. Mən azam verirəm, amid olaraq. Azam verirəm, Allahu Akbar, Allahu Akbar, əşhədu ən la ilahe illallah, əşhədu ənə Muhammedən Rasulullah deyəndə, yəni mən Muhammedin sallallahu aleyhi ve sellemin Muhammed olduğunu, Allahın Rasulü və qulu olduğunu iddia edirəm. Azanımda nədir? Onu tələffüz edirəm. Bütün insanlar da bilir ki, mən Peyğəmbərdən danışıram. Mənim azam verdiyim oradakı o cümlə Peyğəmbərə işarə edir. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem özü bunu etsəydi, insanlar deyəcəkdi ki, görəsən bu kimi çağırır? Kimə çağırır? Kimə şahadətlidir ki? Kimə şahidlidir ki, Muhammed kimdir bəs? Yəni belə deyək də, insanlar elə başa düşəcəklər ki, iki nəfərdir Peyğəmbər və yaxud Muhammed başqa birisidir. Muhammedin sallallahu aleyhi ve sellemin həqiqətən özü olduğunu bilməyəcəklər. Deməli, barakallahu fikum, Allah sizlərdən razı olsun. Bu üç cavabın içərisində bizə lazım olan hansıydı? Ən çox, hamısı lazım idi. Ən önəmli məqamı birinci cavab. Hansı ki birinci cavabında necə idi? Allah Nəbisi sallallahu aleyhi ve sellem azam verməyib ona görə ki, orada əşhədu ənə Muhammedən Rasulullah var. Yəni bir mənada orada onun özü üçün tərif var, dua var. Bu səbəbdən dolayı nədir? Bu məsələdən uzaq durub. Sallallahu aleyhi ve sellem. Allah daha doğrusunu bilir. Uca Allah'tan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Ümid edirəm ki, fikrimi çatdıra bildim. Hər bir halda bilmək lazımdır ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem ibadətlərdən dərsin önündə dediyim kimi heç birini özündən yəni etməyib. Nə olubsa, nə təşri olunubsa bu dində hamısını Allah tərəfindən, hamısını Allah subhanahu teala öz tərəfindən əmr etmişdir və Peyğəmbərimiz də sallallahu aleyhi ve sellem icra etmiştir. Allah'tan dilərim ki, Allah Teala eşitdiklərimizi bizim üçün faydalı etsin və hər bir zaman Allah Nəbisi sallallahu aleyhi ve sellemə tabi olan qullarından etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.